Bugün Salyan rayonu daha bir tanınmış ziyalısını, nüfuzlu ictimai xadimini itirdi. Uzun illər məsul vəzifələrdə çalışmış Axundov Zöhrab Əlmirzoğlu 75 yaşında vəfat edib. Zöhrab Axundov 12 oktyabr 1950-ci ildə Salyan rayonunun Şorsulu kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində başa vurduqdan sonra ali təhsil almaq məqsədi ilə paytaxt Bakıya yollanıb və təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirib. Əmək fəaliyyətinə məşhur neft daşlarında başlayan Zöhrab müəllim peşəkar bilik və bacarığı sayəsində qısa zamanda etimad qazanıb. Daha sonra yanacaq komitəsində müfəttiş, ardınca isə Salyan rayonunda yerləşən neft bazasında rəhbər vəzifədə çalışaraq neft sənayesinin inkişafına öz töhfəsini verib. Mərhum son illərdə qaraciyər sirrozundan əziyyət çəkirdi. Təəssüf ki, uzun sürən xəstəlik bugün 29 iyun 2025-ci il tarixdə onu bizlərdən aldı. Zöhrab Axundov doğulduğu kəndin torpağına Şorsulu qəbirstanlığında dəfn edildi. Zöhrab müəllimi tanıyanlar onu daim vüqarlı, əməksevər, ailəcanlı və mərd bir insan kimi xatırlayacaqlar. Onun ömrü sadəcə şəxsi nailiyyətlərdə deyil, həm də xalqa, vətənə göstərilən sədaqətli xidmətlərdə yadda qaldı. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun.